Есть мотор. Что, товарищ, что? Абsолютно bir-birindən bağlı olmadılar. Mən 1971-ci ildə xoşbəxt bir ulduz altında dünyaya gəlmişəm. Özü, təbii ki, əgər mən bilsəydim ki, mən belə aygın olacağım, mən bəlkə də həyatımı başqa cür başlayardım. Məktəbdə artıq söyləyərdim, siz bilmirsiniz, sizin sinif yoldaşınız kimdir? Siz bilmirsiniz, sizlə oxuyan kimdir? Həmişə məni evdə başa düşmürlər. İstədiklərimi danışmaq istəyəndə mənə gülürdülər. Ona görə də mən danışmırdım. Təbii ki, mənim də padruqalarım var idi. Bənövşə, Lalə, Könül. Onlarla gəlib hərdən öz fikirlərimi bölüşəndə mənə elə baxırdılar ki, elə bir stop kadrdadılar. Mən onlara deyirdim ki, bəs mən müğənni olacağam, mən oxuyan olacağam və s. və yaxud. Təbii ki, bugünü yenə bayaq dediyim kimi, bugünü görmürdüm. Görsəndim, mənim üçün yaşamaq daha asan olardı uşaqlıqda. Fikir çəkməzdim, qəm yeməzdim. Müəllimlərim məni çox istəyirdilər. Bəlkə onlar mənim sinif yoldaşlarımdan və məndən çox böyük olduqlarından görə mənə diqqətlə qulaq asırdılar və hardasa anlayırdılar mən nə istəyirəm. Особенно Mira Qayıdına, особенно Elmira Gidarovna, mənim sinif rəhbərim. Həmişə mənə anlayırdı və həmişə hardasa podдержка verirdi mənə. Məktəbdə mən oxuyurdum, baxmayaraq ki, evdə heç anlamırdılar, başa düşmürlər bunu. Məktəbdə oxuyurdum, hətta məktəbin o balaca səhnəsində, o səhnə mənim üçün onda böyük səhnə idi. Rayonlar müsabiqəsi, o müsabiqələr, yəni keçirilən səhnələr mənim üçün böyük səhnə idi. Mənim yadımdadır, bir dəfə aktiv şagirdlərə, yaxşı oxuyan şagirdlərə Gülüstan Sarayında bilet vermişdilər ki, orada yeni il şənliyi keçiriləcəkdi və orada biz də iştirak eləyək. Təbii ki, sənətçi kimi yox, müğənni kimi yox, sadəcə həmən konsertdə qonaq kimi iştirak eləmək. Yadımdadır, 15 gün yatmırdım, gözləyirdim ki, o gün gəlsin, çatsın ki, mən Gülüstan Sarayını görürüm. Həmişə uzaqdan baxırdım Gülüstan Sarayına, lampaları görürdüm, fikirləşirdim, görəsən bunlar nədir? Mən də onları heç təsəvvür eləmirdim. Amma elə oldu ki, qardaşım məndən bileti aldı və mənim yerimə, yəni özü də getdi və mənim də yerimə getdi o konsertə. Mən Gülüstan Sarayına gedə bilmədim. Amma bugün Gülüstan Sarayı mənim daimi çıxış etdiyim səhnələrdən biridir. Özü də gözəl və böyük səhnələrdən biridir. Uşaqlığım mənim çox düşür yadıma və hamısı dəqiqliklə, dəqiqələrinəcən, günlərinəcən, nə bilim, hardasa hətta... Айджан! Хорошо. Все снимается. Нет, пусть не снимают. Да, тогда смотрите. Да вы снимайте все потом. Потом, окей, отлично. Спасибо. Nəysə, axır vaxtlar mənim uşaqlığım, mənim məktəb illərim, mənim, nə bilim, hətta bağçaya 2 gün bağçaya getmişəm də mən, bəlkə də 3 gündə. O dəqiqələr olduğu kimi yadıma düşür.
hamısı mənim yadıma düşür. Uşaq vaxtı məktəbə gələndə belə bir arka var idi bizdə, çoxlu pəncərələr var idi. Və belə döyüb qaçırdım həmişə. Evin kiçiyi olduğuna görə zibili mən atırdım, bir də çörəyi mən alırdım. Mən balaca vaxtı divara yaxşı dırmaşırdım, məndə çox yaxşı alınırdı. Qarajların üstündən gözəl atlanırdım, qaçırdım. Sonra qorxmadan, məsəl üçün, böyük yüksəkliyə çıxırdım və oradan tullanırdım. Bu balacadır, bundan da hündür olur. Mənim konsert salım bizim podyezdlərimiz idi, bloklarımız idi. Tamaşaçılarım da bizim qonşularımız və mənim həm məktəb yoldaşlarım, həm də ki, həyətdəki yoldaşlarım idi. Vika, Mehriban, Sevinç, Yenə Könül, Bənövşə, Tanyam. Mikrofonum isə mənim Pırıqılkaydı. Uşaq vaxtı mənim saçlarım uzun deyildi, amma mən istəyirdim ki, mənim saçım uzun olsun. Vaxtı mən istəyirdim rəqqasə olam. Hətta bizim bir qonşumuz var idi, o rəqs ansamblında rəqs eləyirdi. Həmişə mən ondan xahiş edirdim, yalvarırdım ki, o öz rəqs paltarlarından birini gətirsin, mən geyinim baxım. Bu da mən həmişə alladırdı ki, sabah gətirəcəm, o birisini gətirəcəm, gətirib çıxartmayacam. Müəyyən obyekt. Mən heç vaxt bu kişilərdən keçməmişdim. Mən elə gözləyirdim ki, 10-cu sinifi bitirim və sevdiyim, seçdiyim sənətlə məşğul olum. Yəni, İncəsənət Universitetinə daxil olum və davam edim. Vaqif Gərazadə haqqında mən eşitmişdim, onun mahnılarını dinləyirdim. Onun hətta o vaxtı 2 klipi var idi, hətta desəm 3 klipi var idi. Ona baxırdım. Və həm mənim üçün əl çatmaz idi Vaqif Gərazadə, mənim müəllimim. Həm də ki, bilirdim ki, haçansa biz birlikdə işləyəcəyik. Bakı Payızı müsabiqəsində mən iştirak etdikdən sonra, Bakı Payızı müsabiqəsinin laureatı olandan sonra mənə Azərbaycanın demək olar ki, 97% bütün bəstəkarları zəng eləməyə başladı ki, mənə mahnı versinlər. Hamı zəng elədi mənə. Bircə Cavanşir Quliyevdən başqa. Cavanşir Quliyeva mən özüm zəng elədim. Onların mənə münasibəti bəlkə mənə elə gəlir, amma elə bil ki, hamıdan seçilirdi. Məsəl üçün, evdə məni necə sevəliyirdilərsə, necə məni sevirdilərsə, necə məni ərköyün uşaq kimi baxırdılarsa, onlar da mənə belə münasibət bağışlayırdılar. Yəni, onlar da məndən belə rəftar edirdilər. Mənə çox asanlı idi və çox xoş idi. Mən insanları çox sevirdim. Здравствуйте. Bəlkə ona görə də onların da mənə olan məhəbbəti, mənim onlara olan məhəbbətim, bunlar hamısı qarşılıqlıdır. Yəni, belə olmasa mümkün deyil, təbii ki, hər şey qarşılıqlı olmalı. Mən çox inanıram insanlara və ona görə də tez-tez aldanıram. Hətta bir insan məni birinci dəfə aldada bilər. Mənim qəlbimə dəymək çox asandır. Hətta o çıqılı pişik də mənim qəlbimə dəyə bilər. Mən onu çox istəyərəm, o mənə cırmaq atar, mən inciyərəm. Deyərəm, mən səni bu qədər çox istəyirəm, amma sən məni çox istəmirsən. Divarlarda o qədər mellə yazmışam ki, sözlər, cümlələr, особенно yaşadığım binanın bloklarında yazırdım çox. Mənim adım Aygündür. Uşaq vaxtı istəmirdim adım Aygün olsun, istəyirdim nəsə başqa bir adım olsun. Amma böyüdükcə illahımda son, bax bu 1, 2, 3 ildə deyirəm ki, nə yaxşı ki, mənim anam, atam yox, bacım mənim adımı Aygün qoydum. Məndən soruşanda ki, nə olub, nə istəyirsən? Məsəl üçün, dincəlməyə, hara getmək istəyirəm? Mən deyirəm, mən kəndə istəyirəm, kənd. Balaca bir daxma, mütləq orada bir nənə olsun, bir baba olsun. Sonra toyuq yine olsun, inəklər olsun. Səhnəyə çıxmaq, hazırlaşmaq, bu məndə böyük bir vaxt tələb edir. Çox hazırlaşıram. Bu artıq mənim xasiyyətimi bilərdim. 4 saat, 5 saat və özümdən razı olanda ki, mən bugün yaxşı formadayam, bugün mən yaxşı görsənirəm. İllahımda mənim paltarım bugün təzədir. İllahımda əgər təzə mahnı oxuyuramsa və hazıramsa çıxışıma,
Özümü çox güclü hiss edirəm, çox güclü. Səhnəyə çıxanda oluram başqa Aygün. Bunu da çox illər sonra başa düşmüşəm. Yəni əvvəl başa düşmürəm. Səhnədə mənə çox yaxşı olur. O qədər yaxşı olur ki, hətta ürəyim də partlayıb, bəlkə də ölə də bilərəm. Bu da mənim ən böyük arzularımdan biridir ki, mən səhnədə ölüm. Salam əleyküm. Nə satırsınız? Sizə qurban da hər şey. Mən soku çox sevirəm. Çünki sokun tərkibində çoxlu vitaminlər var və o çox dadlıdır. Səhnədə mən bir yaralı şirə bənzəyirəm. Səhnədə mən dinozavr oluram, belə deyək. Səhnədə heç kim mənə güc gələ bilməz. Səhnədə mənə heç kim heç nə eləyə bilməz. Səhnədə heç bir kim olur olsun, lap nə bilim 100 ilin jurnalisti olsun, 100 ilin aparıcısı olsun, bütün nə bilim hər kimdə prikol tutan bir insan olsun, o mənə güc gələ bilməz. Çünki mən ondan güclü oluram səhnədə. Bir də mən səhnədə kör oluram, heç də görmürəm. Neçə dəfə mənim qızım mənim konsertimə gəlib, özüm onun üçün yer, yəni sıranı özüm götürmüşəm, bileti özüm götürmüşəm və məşqlərdə də baxmışam özüm qəsdən. Bax, mənim qızım burada oturacaq. Mən onu bu dəfə görəcəm, amma görmürəm. Mən çox şeydən qorxuram. Mən ağrılardan qorxuram. Baxmayaraq ki, özümü əvvəllər çox atmışam ağrıların qucağına. Məsələn, plastik əməliyyat. Və şimdi mən plastik əməliyyata gedəndə, yəni o payıskaya yola düşəndə mən tamam başqa cür oluram. Mənə qıraqdan baxanda bəlkə də insanların yazığı gəlir mənə. Kövrək oluram, səsim çıxmır, danışmıram heç. Və belə oluram. Fikirləşirəm ki, birdən nəsə olar. Səhnədən çıxandan sonra belə hallarda olur məndə ki, məsəl üçün öz çıxışım xoşuma gəlmir. Onda mən xəstələnirəm. Onda mən başlayıram özümü daxilən yeməyə. Özüm də özüm üçün çox dadlı gəlirəm. Başlayıram özümə əziyyət verməyə. Adətən belə hallardan sonra mənim bir müddətdən sonra böyük proyektlərim üzə çıxır. Özümə qarşı çox ciddiyəm, qəddaram. Səhnə arxasında çox protivniyəm. O da mənim yəqin ki, işimə, sənətimə olan məhəbbətimdən irəli gəlir. Çox vaxt olur ki, mən özümü tənha hiss edirəm. Səhnəyə çıxıram, o insanları görürəm. Görürəm ki, yox, mən tək deyiləm, məsəl üçün. Gör, nə qədər insan var, məni sevirlər, mənə gül gətirirlər, məni qucaqlayırlar, məni öpürlər, bağırlarına basırlar, gözəl sözlər deyirlər, nə bilim nələr. Deyirəm ki, yox, bax, mən tək deyirəm ki, görürsünüz, yəni belə. Amma birdən o fikir gedir və qalır ki, axı, mən indi gedəcəm evə və tək qalacam. Və şey mənə çətin olanda, mən qəmgin olanda mənə deyirlər, sənə yaraşmır. Amma bilmirlər ki, əslində mən tamam başqa Aygünəm. Ciddiyim. Ağır təbiətliyim. Hərdən mən özüm üçün də qəliz oluram. Belə. Hərdən özümdən başı çıxmır. Amma bəlkə də mən tənha qadınım. Bəlkə də yox. Deyim ki, mən hansısa klipdə özümü oynamamışam, yox. Mən bütün, yəni, gördüyünüz bu kliplərdə Aygünlər hamısı mənim. Hansısa bir proyektim, hansısa bir klipim, hansısa bir konsertim uğurla qarşılananda mənim uçmağa qanadım olmur. Yəni, əgər mən başa sala bilsəydim o hissləri sözlərlə, inanın ki, bu dəqiqə başlayardım başa salmağa. Mənim xoşum gəlmir mənə. Aygün xanım, burada oturmayın, orada oturun. Ay, siz nə bilim, nə, belə şeyləri xoşlanmıram. Belə olanda mən özümü yaxşı hiss eləmirəm. Hətta məktəbdə də məni tərifləyəndə mən həmişə utanmışam. Bir də istəyirəm ki, məni olduğum kimi qəbul eləsinlər və başa düşsünlər. Çünki səhnədəki və həyatdakı insan, bu müxtəlif insanlardır. Amma o da mənim. Səhnədə sizin üçünəm, həyatda da sizin üçünəm. Amma başqa cürəm. İndi mən səhnəyə çıxan kimi dəyişdirirəm, o məndən asılı deyil. Bir də ki, siz məni belə görmək istəyirsiniz. Artıq bir neçə ildən sonra mən bunu başa düşmüşəm. Ona görə də mən belə oluram. İstəyirəm ki, həmişə insanlar gülsün,
Həm mehriban olsunlar. Bir də ki, heç nəyə yuxarıdan aşağı baxmasınlar. Sadə, gözəl olanda hər şey çox yaxşı olur. Və hamı da bir-birini başa düşür. Öz vətənimi çox sevirəm. Öz şəhərimi çox sevirəm. Bəli. Я тебя приветствую. Ты, как всегда, в своем ампаре. Я тебя за это приветствую. И это много кто не понимает. Это тупые люди. Ты свое заслужил сама себе. Молодец, я тебя приветствую. Bu da mənim arzularımın, istədiklərimin, necə deyərlər, sonu, finalı, finişi. Mən kollegalarımın hamısını sevirəm. İllahım da əsas söhbət istedaddan gedir. Və yaxşı ki, mən bu sənəti seçmişəm. Və bu məhəbbətim, insanlara olan bu məhəbbət məni yaşadır və yaratmağa güc verir, qüvvət verir. Elə olmasaydı, görəsən mən bu həyatda kim olardım və nə inəyərdim? Mən sizi sevirəm. Siz sevməmək.